Marniuli şəhərində həyata keçirilən su təchizatı və kanalizasiya sistemi layihəsi başa çatmaq üzrədir. Su təchizatı şəbəkəsinin əsas hissəsi və yeni qoşulmalar artıq tamamlanıb. Kanalizasiya sistemi üzrə işlər isə aktiv mərhələdədir. Əsasən Rustaveli küçəsində qalan qovşaq işləri başa çatdıqdan sonra şəhərdə müasir infrastruktur tam fəaliyyətə başlayacaq. Layihə Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə icra olunur. Tbilisdə Vağzal meydanı metro stansiyasında eskalatorda uşaq xəsarət alıb. İlkin məlumata görə uşağın ayağı eskalatorda ilişib qalıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Təhlükəsizlik məqsədi ilə stansiyada sərnişinlərin qəbulu müvəqqəti dayandırılıb. Türkiyənin əhalisi əvvəlki illə müqayisədə 427.224 nəfər artaraq 86.092.168 nəfərə çatıb. Bu barədə Türkiyə Statistika Qurumu məlumat yayıb. Məlumata əsasən 2025-ci ildə ölkədə 43.059.000 kişi və 43.032.000 qadın əhali qeydə alınıb.